Salam Qoşqar müəllim, hər vaxtınız Salam. xeyir. Qoşqar müəllim, bizə çoxlu suallar gəlir. Bu sualların əksəriyyəti əlavə təhsillə bağlıdır. Əlavə təhsil nədir? Əlavə təhsilə necə müraciət edə bilər? Zəhmət olmasa bununla bağlı bizə məlumat verərdiniz. Bəli, dediyiniz kimi əlavə təhsilə çoxlu müraciətlər var. Bunun səbəbi odur ki, siz tamamilə imtahansız şəkildə ikinci bir təhsil ala bilirsiniz. Yəni məsələn deyək ki, sizin uşaqlıq arzunuz əgər hüquq fakültəsi oxumaqdır, amma siz başqa bir fakültə oxumusunuz. Məsələn deyək ki, jurnalistika, ola bilər kitabxanaçılıq və s. kimi. Amma bitirəndən sonra siz həmin diplomunuza əsasən deməli heç bir imtahan vermədən gedib hüquq təhsili ala bilərsiniz. Məsələn, bəzi universitetlərdə bununla bağlı daxili imtahanlar olur, amma onlar da çox belə asan imtahanlardır. Məsələn, Bakı Dövlət Universiteti hüquq fakültəsi üçün belə bir imtahan keçirilir. Amma məsələn, İdarəçilik Akademiyasında ümumiyyətlə imtahan verməyə ehtiyac yoxdur. Və yaxud digər ixtisaslar üçün də bu keçərlidir. Məsələn, siz biznes idarə edilməsi oxuya bilərsiniz. Ondan sonra tutaq ki, IT mütəxəssisi olmaq istəyirsinizsə, gedib IT üzrə hansısa bir sahə oxuya bilərsiniz. Bu, həmçinin kollec tələbələrinə də aiddir. Əgər siz deyək ki, hansısa kollecdə bir ixtisası bitirmişsiniz, amma tibb kolleci oxumaq istəyirsiniz, imtahansız bir şəkildə müraciət edə bilərsiniz və deməli tibb kollecini oxuya bilərsiniz. Bu şəkildə. Təşəkkür edirik Qoşqar müəllim. Buyurun, sağ olun.